Hər birinizi salamlayıram dəyərli izləyicilər. Bu gün biz sizlərlə Python üzrə From Zero to Hero rubrikamızın 3-cü bölümündəyik. Belə ki, bu gün biz sizlərlə import modulu haqqında danışacağıq və import modulunun daha çox mat funksiyası haqqında danışacağıq. Belə ki, Pythonda import nədir? Bu haqda biraz açıqlama verməm lazım gələrsə, Pythonda import başqa bir modulun içindəki funksiyaları və dəyişənləri öz proqramımıza daxil etmək üçündür. Bəs burada modul nədir? Modul isə içində funksiyalar olan ayrıca bir Python faylıdır ki, Pythonda olan biz Pythonda ümumiyyətlə bu belə deyək, modulları 3 cür import edə bilirik. Belə ki, birinci növümüz tam modulu import etməkdir. Məsələn, import mat. İkinci növümüz isə moduldan konkret funksiyanı import etmək. Məsələn, import mat from nolu bu. Yəni burada məsələn yazacaq SQRT. Məsələn, hamısına bir nümunə göstərəcəm. Burada SQRT deməkdir ki, kök almaq. Üçüncü növümüz isə, üzr istəyirəm, modul üçün qısa ad verməkdir. Yəni alias. Buna bir adlandırma kimi başa düşün. İndi biz yəni Pythonda öz faylımızı açaq və orada bir sıra nümunələrə baxaq. Mən dediyim kimi 2 dənə Python faylı yüklədiyim üçün məndə biraz konflikt oluşmuşdu deyə birini sildim. İndi düzəlib. Bir dənə kursor açsın. Kursorda çox gec açır bu stillə. Gözləyək. Bəli, faylımız açıldı və biz bura import daxil edirik. Import. Bu deməkdir ki, yəni importdan daxil elə mat modulunu. Mat da burada bizim bildiyimiz riyaziyyat deməkdir. Və buradan arxasına yazıram ki, print mat .sqrt 16. Bu da deməkdir ki, 16-dan kök al. Buradan yazacağam. SQRT kök almaq deməkdir. Bunu burada qeyd elədim və F5 funksiyon klavişi run deməkdir. F5-ə basırıq. Bəli, Visual Studio Code verdi. Mən kursorumda problem var. Ola bilər ki, əlavə elədiyim proqramlaşdırma dilindən falandır. Gördüyünüz kimi 4.0 çıxışa verdi. Yəni 16-dan kök aldı. Bu doğrudur. İndi mən buranı ümumi yenidən belə deyək, alıram və ikinci üsulumuza keçirik. Burada import mat modulunu daxil etmək deməkdir. Burada mat yazmaq məcburidir. Çünki bilsin ki, biz riyaziyyat funksiyasından istifadə edirik. İkinci üsul isə konkret funksiyanı import edəcəyik. Necə ki, bayaq sözü gedən kimi from mat import sqrt. Yəni bu deməkdir ki, mat funksiyasını import elə, yəni sqrt. Belə bir dəqiqə düzəldim. Bu deyir ki, mati import, yəni matdən sqrt-ni import elə də içəriyə. Belə deməkdir. Biraz qarışıq oldu. Burada bir də ki, bizim bildiyimiz şey də vardı. Üzr istəyirəm, səhv yazdım. Print pov bunu açdıq 3 vergül 3,3. Yəni bu da baxın özü də yazır. Pov qüvvət almaq deməkdir. Burada da qüvvət alırıq. Yəni 3 üstündə 3. Birinci ədəd bizim həmişə ədədin özüdür. Qüvvət isə ikinci gələndir. Məsələn, bunu da işə salsaq bizə verəcək 27. Çox anlamadığım şəkildə bizə bu tokeni nəyə mənə verir anlamadım bunu mən. Faylın içində isə əlavə bir şey var. Bunu mənə nə bu nədir bu mənə verir? Yəni 27 düzəldi. Bu səfər 27. Doğru. Yəni 3/3 27. Üzr istəyirəm mən bu artıq mən məcburi şəkildə elə Python online compilerdən istifadə edirəm. Bunu da ki götürəm bu şəkildə gələm bura. Bəli, indi isə biz keçək 3-cü dediyim tipə. Burada da yenə deyirəm, baxın. Pov qüvvət almaq, sqrt kök almaq. Və indi üçüncü üsulumuz isə qısa ad verməkdir. Biz ona yəni adlandıracağıq. Yəni import mat as m. Yəni bu deməkdir ki, mati m olaraq adlandır.
necə ki, indi biz yazırdıq, baxın məsələn, print, bu daha çox böyük layihələrdə istifadə olunur. Sintaksisin və kod çoxluğunu azaldır. Məsələn, import mat.sqrt yazırdıq yuxarıdakı kimi. Bu səfər m.sqrt məsələn 25. Amma məsələn bunu işə salmağımız bizə kifayət edir ki, bizə 5.0 çıxışa versin. Burada da ki, mat yazmırıq. Birbaşa da m yazanda özü bilir ki, biz nə demək istəyirik. İndi biraz mat funksiyası haqqında danışaq. Mat Pythonun daxili moduludur. Riyazi əməliyyatlar üçün istifadə olunur. Onu ayrıca yükləməyə ehtiyac olmur. Pythonun özünün içində gəlir. Ayrıca yükləmək üçün burada yazıram. Ayrıca hər hansı bir modulu endirmək üçün pip install belə deyək, komutundan istifadə edirik. Burada yəni yadınızda saxlayın. Burada bir də vardı ki, ən vacib mat funksiyaları. Necə ki, bir dəqiqə dostlar, bunu da bura eləyim ki, qarışmasın kodumuz. Bir var kvadrat kök SQL, onu dedik. İkincisi üstü qüvvət POV, bunu da qeyd edik. Bir də yuxarı yuvarlaqlaşdırma deməkdir. Bu da bizim üçün məsələn 4.1-dirsə 4 yazmır, 5 yazır. Və həmişə özünə bir yuxarı yuvarlaqlaşdırır. Məsələn 4.9 olsa 5 eləyəcək. 4.1 də olsa yenə də 5 eləyəcək. Nümunə üçün yazacaq import mat yazıram ki, print mat.jail 4.2 məsələn bizə çıxışa yenə 5 verəcək. Yuxarı yuvarlaqlaşdır həmişə. 7.2 yazsam bizə 8 verəcək. Bunu da unutmayın. Burada da yazıram. Jail yuxarı yuvarlaqlaşdırma üçün istifadə olunur. Yendim aşağı. Burada da yazacağım ki, ilkin modul və funksiya yazılışı bu şəkildədir. Bunu biraz yazacağım. Print mat funksiya ədəd. Bu faylı mən videonun açıqlama qisminə də yerləşdirirəm. Kim istəsə oradan yükləyib istifadə edə bilər eyni zamanda. Bunları alın və dördüncü aşağı yuvarlaqlaşdırma. Yəni bayaqkının əksinə. Məsələn 4.9-u bu səfər yendirəcək 4-ə, nəinki 5. Yazıram ki, yenə import mat aşağıda yazıram ki, print mat.jail burada yazıram ki 7.7 məsələn və burada yazıram ki mat jail olmayacaq. Jail yuxarıdakı kimi bir ayaqdan yuxarıdan eynisini göstərməyə çalışanda. Burada yazıram floor. Yəni floor ingilis dilində bizdə zəmin deməkdir. Yəni aşağı zəmin. Və burada yazıram ki floor aşağı yuvarlaqlaşdırma zamanı istifadə olunur. Bu da belə istəyirsiniz run eləyək, görək ki, 7 çıxarışa verdi. Ki, ədədin böyüklüyündən asılı olmayaraq. İstəyir 4.5-dən yuxarı olsun, həmişə floor yazdığımıza görə aşağıdan verəcək. Aşağı kodu keçək və bir digər. Bizim əsas hesablanma olan modulumuzda pi ədədidir ki, biz bunu bu şəkildə qeyd edəcəyik. Import mat nümunələr olaraq yazıram ki, yadınızda qalsın və burada yazıram ki, mat.pi və birbaşa yazında bizə pi ədədini çıxarışa verəcək. O da ki, bu formada, yəni axıra qədər yox. Müəyyən bir qismə qədər. Bir də faktorialdır, əsas faktorial. Bir də burada pi ədədinin çıxarışa verilməsi üçün lazım olan kod. Bir də aşağı enək. Nümunələrdir. Bunlar nümunə üstündə işləmək daha yaxşıdır, daha xeyirlidir. Bir də ən axırıncı yox, biraz da yazarıq. Faktorialdır. Bu da adı üstündə faktorial yazacaq. Import mat, yenə eyni qaydada və aşağıda print mat nöqtə ingilis dilində faktorial belə və mütərizəsində faktorialını tapmaq istədiyimiz ədəd bizə 120 çıxarışa verəcək. 25-ci nəsə problem var deyir. Deməli, ingilis dilində yazışında səhvliyim var, bəli. Faktorial formada olacaqdır və bizə indi çıxarışa 120 verəcək, bəli. Faktor istənilən ədədin faktorialını tapmaq
üçün kod. Burada istənilən ədəd yazmağına baxmayın. Burada siz məsələn yaza bilərsiniz ki, n bərabərdir int input. Bunu belə verərsiniz. Aşağıda da yazarsınız ki, n. Sizdən bu səfər n-ə daxil etmənizi gözləyəcək. Buradan məsələn 30'un faktorialını hesapladı. Bu qədər. Bu formada daha məncə yadda qalan oldu. Mən mütləq yəni əvvəlki tapşırıqlara, videolara baxıb izləmirsinizsə, n bərabərdir input klaviaturdan istənilən daxil edilən bir ədədi integer tipində yazmaq üçün köməklik göstərir. Bir də bizim ən axırıncı bu səfər yəni göstərəcəyim var. Sonra bir real bir problem üstündə işləyəcəyik. Bu da ki random ədəddir. Belə deyək ki, bu səfər biz random ədəd üçün mat.dən istifadə etməyəcəyik. Import direkt random olacaq. İngiliscə də bilirsiniz ki, qarışıq deməkdir. Burada yazıram print random. Bizə hər hansı bir random ədəd verəcək. Gördünüz, bu ədədi verdi. Burada import mat yox, artıq import randomdur. Burada nə vermişəmsə, baxın bu nöqtədən əvvəl həmişə verdiyim funksiya moduldan istifadə etməliyəm. Bu qədər. Bu da belə bu formada bir dəqiqə random ədəd çıxışa verir. Bu da belə və indi əsasən biz artıq praktiki bir misal yazacağıq. Real bir misal. Məsələn, dairənin sahəsini hesablamaq üçün bilirsiniz pi var, pi'nin kvadratı var. Onun üçün biz artıq bilirsiniz ki, s bərabərdir pi kvadratı. Belə deməli, yazım ki, pi vur pi. Bunu mən mötərizədə alım. Pi'nin kvadratı və vurulsun pi yox, üzr istəyirəm. Pi vurulsun, r vur r. Bu qaydada olacaq. Yəni r'in kvadratı. Pi r kvadrat. Bəli, bu formada olacaq bu da. Bunu indi biz riyazi bu şəkildə yazmaq asandır. Əsas məsələ bunu həll eləməkdir. Bir kod şəklində göstərməkdir. Bunu da belə göstərəcəyik. Yazacağıq ki, import mat. Aşağıda yazacağıq ki, r bərabərdir float tipində verəcək ədədimizi input və bura biz artıq qeyd edeyim ki, bu r radiusdur. Burada sahə bərabərdir. Mat vurulsun pi. Bu arada pi daxil elədik və o da vurulsun mat.pi. Aslında belə yazmaq olar. Belə yazmamızda pov bu şəkildə yazaq. Bu şəkildə daha asan olur. Pov bu şəkildə daha asan ümumiləşmiş formadır. Pov 2. Yəni r-in üstü kvadratı sahə. Mat pi vurulsun mat r-in kvadratı. Pi vurulsun r-in kvadratı. Baxın, mat içində də yazılacaq. Burada mat vermişəm. Mat pi artıq pi gəldi və burada pov qüvvət funksiyası işə salındı. R burada verilib və onun kvadratı. İndi istəyirsiniz işə salaq. Bu artıq bizdən bir radius tələb edir. Bizə 4.3 olaraq məntiqdən radius və enterə basdıqdan sonra bəli. Bəs bu formada hansı bir 5. Heç qoya bilmədim. Bir dəqiqə. Bəlkə haradasa hərf səhvim də ola bilər. Tam olaraq yoxlamaq istəyirəm. Input düzdür. Sahə mat pi olsun. Mat pov r. Bu formada da belə bunu ayıracağım, amma bunun heç bir kodumuza ayıracağım. Doğrudan, bəs print yadımdan çıxıb. Deyirəm axı. Print bu formada verək. Bu forma normal yazılışdır. Sahə Deyirəm axı, kod yarımçıq qalıb. Buraya yazıram ki, bu səfər 4.6 və sahəmiz 66 neçədirsə o. Bəli, bu qədər. İndi biz artıq gələn dərsdə dünən dediyim artıq kalkulyator yaradacağıq ki, bütün istənilən hesablamaları apara biləcək. Bugünlük videomuz bu qədər idi. Mən də izlədiyiniz üçün təşəkkür edirəm. Kanala like atıb abunə olmağı unutmayın. Sabah inşallah rubrikamızın yeni bölümü gələcək və bu rubrikada dediyim kimi funksional bir kalkulyator yaradacağıq. Çox sağ olun.